Bugün Ukrayna prezidenti Volodymyr Zelenskinin inaugurasiyasından 7 il ötür. 2019-cu ildə keçirilən prezident seçkilərində əsas rəqibi, o vaxtki dövlət başçısı Viktor Poroshenkoya böyük səs üstünlüyü ilə qalib gələn Zelenski siyasi karyerasına qədər daha çox aktyor, şovmen və prodüser kimi tanınırdı. Prezidentliyin ilk illərində Zelenski korrupsiyaya qarşı mübarizə, dövlət idarəçiliyində islahatlar və Donbas bölgəsindəki münaqişənin həlli istiqamətində addımlar atacağını bəyan etmişdi. Onun hakimiyyətə gəlişi Ukrayna siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi isə Zelenskinin siyasi fəaliyyətində əsas dönüş nöqtəsinə çevrildi. Artıq 4 il 3 ayda davam edən hərbi əməliyyatlar dövründə o, Ukraynada qalaraq mənə təxliyə yox, sursat lazımdır mesajı verməklə həm ölkə daxilində, həm də beynəlxalq arenada müqavimətin simvoluna çevrildi. Avropa İttifaqına namizəd statusunun alınması, NATO ilə yaxınlaşma və milyardlarla dollarlıq beynəlxalq yardım Zelenskinin diplomatik uğurlarından oldu. Eyni zamanda Birləşmiş Ştatlar prezidenti Donald Trumpla 2025-ci ilin fevralında Ağ Evdə baş tutmuş qalmaqallı görüş onun siyasi fəaliyyətində diqqət çəkən hadisələrdən biri kimi yadda qaldı. Hakimiyyətə gələrkən yalnız bir müddətlik prezident olacağını vəd edən Zelenski, ölkənin müharibə şəraitində olması səbəbindən artıq 7 ildir ki, dövlət başçısı olaraq fəaliyyət göstərir. Ölkədə növbəti prezident seçkilərinin nə vaxt keçiriləcəyi və Zelenskinin yenidən namizəd olub-olmayacağı hələ ki məlum deyil. Bəs sizcə Zelenski uğurlu prezident ola bildimi?